Neyin ruhundan düşürsünüz? Yaxşı, düşdünüz. Düşün ruhdan. Atdan zatdan düşürsünüz. Ruhdan düşmək nədir? Düşdünüz. Deyək ki, düşdünüz ruhdan. Neyniyəcəksiniz? Neyniyəcəksiniz? Hı? Davam edəcəksiniz o üstünüzə aldığınız çəkiləri belə alım. Öz gözəlliyinizə kölgə salmayın. Bax görürsünüz, 13 günə 2 kiloqram arıqlamışam, ruhdan düşürəm. Düş. Dünəndən düş ruhdan. Nə qazanacaqsan? Nə qazanacaqsan ruhdan düşəndə? Nə olacaq da? Hı? Qazancın ancaq piylər olacaq. Qazancın ancaq yağlar olacaq. Və bu yağları günbə-gün alacaqsan. Sonra ən dəyərli nəyin var sənin? Xanımlara səslənirəm. Qadınlığınız. Bir qadının mükəmməl bədən quruluşunu sizdən alır. Yəni elə bir formaya gətirir ki, artıq siz özünüzü itirirsiniz. Özünüz əldən gedirsiniz. Bu sizə niyə, nə üçün, nəyə görə? Yəni belə şeylər görəndə Günay xanım, indi Günay profili doğrudan da mən şoka düşürəm. Nə həddinizə deyil sizin ruhdan düşmək. Düşün ruhdan. Və nə olacaq? Daha da pis günə qoyacaqsınız özünüzü. 13 günə 2 kiloqram. Nəyi bəyənmirsiniz? Nəyi bəyənmək istəyirsiniz? 13 günə 13 kiloqram vermək istəyirsiniz. 13 günə yığılmısınız 13 kiloqramı? Yox. Ona görə də əziyyət çəkin, davam edin. Başqa cürə, heç cürə sehirli çubuq yoxdur belə toxunaq birdən-birə hamı ingilis dilində danışsın, hamı skripkada mahir ifaçı olsun və yaxud da ki, hamı tır sürməyi bacarsın, yəni yoxdur da, hər şeyi öyrənmək lazımdır da. Bu prosesdə də orqanizm adaptasiya olmalıdır. Nə gözləyirsiniz?